Milli Onkologiya Mərkəzində xəstələr incidilir. Bu Asif Nasirlidən mən dəfələrlə şahidlər, videolar paylaşmışdım. Asif Nasirli mənim özümün başıma gətirənlərdən danışıram. Yəni övladım mənim ağır vəziyyətdə idi. Gətirmişdim onu təcili yardımla Milli Onkologiya Mərkəzinə. Resepsiyonun qabağında uşaq can verirdi. Asif Nasirli, o yaralanan həkim. Allahdan şəfa diləmirəm. Mənim uşağımın yanında, ailəmin yanında mənə dur bas bayra, get hara şikayət edirsən elə. Mən ona aqressiyamı bildirdim, məndən sonra üzr istədi. Mən onun üzrünü qəbul eləmədim. Lazımi yerlərə şikayət elədim. Lazımi yerlər mənə məktubu göndərdim lazımi yerlərə. Lazımi yerlər məktubu təzədən qaytardı həmən Milli Onkologiya Mərkəzinə adiyyəti üzrə. Adiyyəti üzrə də qoydu o şikayəti bankanın içinə, ağzını bağladı, tulladı.